Salamlar, mən uzman doktor Ergün Hacıyev. Bugünkü mövzumuz sidik kisəsi onkologiyalarıdır. Biz bəylərdə bəlli bir yaşı keçdikdən sonra sidik kisəsi onkologiyalarına düşmə ehtimalımız müəyyən qədər artır. Yaxşı, hər kəsdən bu belədir? Kəsinliklə deyil. Səbəb burada daha çox siqaretdir. Yəni siqaret içərisində ehtiva elədiyi nikotin və 1000-ə yaxın yad maddələr ilə bizim bədənimizdə sorularaq qana qarışıb sidik kisəsində yığışır və bu sidik kisəsi sehli qişasında bizlərdə bədxasiyyətli onkologiyalara səbəb ola bilir. İkincisi isə kimyəvi maddələrdir. Yəni biz əgər nə qədər çox kimyəvi maddələrlə uğraşarsaq, bu daha çox burada saç ustaları ola bilər, maşın boyayan rəngsazlar ola bilər. Kimyəvi maddələr, yəni boyalarda olan kimyəvi maddələr nəfəs yolu ilə alınaraq bizdə bəylərdə sidik hissəsində yığılıb, orada da eyni şəkildə onkologiyalara səbəb ola bilər. Yaxşı, sidik hissəsi onkologiyaları çox ciddi alınmalıdırmı? Bəli, ilk etaplarda əgər sidiyimizdə ağrısız, şikayətsiz qan görürüksə və yaxud da sidiyi rənginin dəyişdiyini görürüksə və biz orada mütləq dərəcədə qan isbat ediriksə, sidik hissəsinə baxış mütləq dərəcədə keçirilməlidir. Biz buna sistoskopiya deyirik və biz orada hər hansı bir xoşa gəlməyən, şübhəli bir sahə gördüyümüzdə oradan biopsiya alırıq. Yəni oradakı toxumanı, şübhəli toxumanı alıb patologiyada əkilməyə göndəririk. Əgər bu yüzəysəldirsə, yəni sehli qişanın üst qismindədirsə, bu bizi o qədər qorxutmur. Bəlli bir protokola əsasən mütəmadi olaraq sidik hissəsinə baxışlar keçirilməlidir. Əgər 2 ildən yuxarı sidik hissəsinə baxışlar normal çıxırsa, biz bu intervalları uzada bilirik. Əgər biz görürüksə ki, yox, bu onkologiya çox daha aqressivdir və yaxud da sidik hissəsinin dərin qatlarına, əzələ qatına qədər giribsə, biz burada təsvir olsun ki, daha radikal qərarlar alıb sidik hissəsini komple buradan götürüb, yəni sidik hissəsini çıxardıb onun yerinə sidik kanallarını, böyrəkdən gələn sidik kanallarını, sidik axarlarını dəriyə bağlayaraq sidik çıxışını dəriyə edirik. Və beləliklə də pasiyentimizi biz onkologiyadan qurtarmış oluruq. Bu onkologiyaları vaxtında müalicə etmək isə çox sadədir. Əgər bəylər xroniki siqaret istifadəçisidirsə və bəzi boyalardan intensiv şəkildə istifadə edirsə və sidiklərində qan görürsə, mütləq dərəcədə bunu ciddiyə alıb bir uroloqa yaxınlaşmalı və lazım olan diaqnostika və müalicələri almaq məcburiyyətindədir. Bunun kimi videolardan vaxtında xəbərdar olmaq üçün YouTube kanalıma abunə olmağı və bu videoyu bəyənməyi unutmayın.